Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Hər vaxtınız xeyirli olsun, əziz dəyərli Azan TV izləyiciləri. Yeni bir mövzuya başlayırıq. Mövzumuzun ismi, adı insan və cəmiyyət. Yəni insan cəmiyyətdə hansı rol oynayır? İnsan tam bir cəmiyyətin islahında rol oynaya bilərmi? Bunlara baxacağıq. Əvvəlcə mövzuya bir sualla başlayaq. İnsan yaradılış cəhətindən tək bədəndən ibarətdir, yoxsa ruhdan? Birinci bunu müəyyənləşdirək. Qurani-Kərim deyir ki, yox. Həm sənin ruh tərəfin var, həm də sənin bədən tərəfin var. Yəni belə deyil ki, sən gedəsən ancaq yemək, içmək, yeyəsən, içəsən, amma namaz qılmayasan. Amma belə də deyil ki, ancaq namaz qılasan, ibadət, itaət, amma yeyib içməyəsən. Belə deyil. Sənin həm maddi tərəfin var, ey insan, həm də ki, ruhi tərəfin var. Ayəsi də belədir. Summa safahu və nəfəxə fihi min ruhi və cəalə ləkumus-səm'a vəl-əbsara vəl-əfidət qalilən mə təşkurun. Sonra onu şəkilə saldı və onu öz ruhundan üfürdü. Sizə qulaqlar, gözlər, ürək verdi. Siz onun nemətlərinə az şükr edirsiniz. Qalilən mə təşkurun. Az şükr edirsiniz. Ey insan, sənin həm ruhi tərəfin var, həm bədən tərəfin var. Yəni sənin həm mənəvi tərəfin var, həm maddi tərəfin var. Bunlar ikisi paralel şəkildə inkişaf etdirilməlidir. Və bizim də yaradılışımızda məqsədlər var. Belə deyil ki, mən boş-boşuna yaranmışam. Ümumiyyətlə, yaradılışda hər hansı bir şeyin yaradılışında məqsəd var. Allah Teala məqsədsiz bir iş görməkdən uzaqdır. Allah Teala qiyamət səhnəsində kafirlərə nə deyir? Yəni bununla bağlı. O kim ki deyir, mən boş-boşuna yaranmışam, boş-boşuna yaranmışam demir. Deyir ki, ölüb gedəcəyik, qoy 5 günlük həyatı qoy belə yaşayıb. Mənə buraxın, namaz lazım deyil. 5 günlük həyat nə yaxşılıq? Ehtiyac yoxdur buna. Bəziləri belə deyir. Qurani-Kərim belə kəslərə cavab verir. Allah Teala qiyamət səhnəsində kafirlərə deyəcək: Əfəhəsibtum ennəmə xələqnəkum əbəsən və ənnəkum ileynə lə turcaun. Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq, əbəs yerə varsınız və siz bizə qaytarılmayacaqsınız. Elə hesab edirdiniz. Düzdür, sən deyirsən 5 günlük həyatdır. Amma o 5 günlük həyatı necə qiymətləndirib? Bu sərmayədir. Ömür ən gözəl sərmayədir. Bax gör, hara xərcləyirsən. İnsanlar var, deyir, vaxtımı öldürürəm. Biraz nə bilim, internetdə deyir, vaxtımı öldürürəm. O vaxt öldürülməli bir şey deyil, əzizim. Vaxt sənə lazımdır. Dəqiqə bə dəqiqə sən bunlara hamısının, belə deyək ki, izahını verəcəksən ömrünü. Harada xərclədin? Kim üçün xərclədin? Belə deyil ki, mən boş-boşuna yaşayım gedim. Ariflərin həyatına baxırsan, ömür sərmayələrini qiymət veriblər. Baxır görür ömrümü harada keçirdirəm. Çox mühümdür. Çox mühümdür. Deyirik ki, missiyamız var, ali hədəfimiz var. Yəni mən boş-boşuna yaranmışam, yox. Hədəfim var, ali hədəfim. Xilqətin hədəfi var. Amma ki, gəlin belə deyək də, hədəfim var. Tək bu deyil, mənim vəzifələrim var. Həm də ki, hüquqlarım var. Amma cəmiyyətdə bu məsələ necədir? Cəmiyyətdə belədir ki, mənim vəzifələrim başqa birinin hüququdur. Eləcə də başqa birinin vəzifəsi mənim hüququmdur. Misalı budur. Bax, təsəvvür elə bir müəssisədə işləyirsən. İşçisən. Bir də var müəssisənin rəhbəri. Sənin vəzifəndir ki, işləyəsən, hüququndur ki, əmək haqqı alasan. Müəssisə rəhbərinin vəzifəsidir ki, sənə əmək haqqı versin,
hüququdur ki, səndən iş tələb eləsin. Gördünüz necə oturuşur? Mozaika kimidir. Cəmiyyət bax belədir. Cəmiyyət fərdlərin birləşməsindən təşkil olunur. Belə deyil ki, yox, mən belə deyək, öz başım, öz ayağım, yox, elə dünya yoxdur. Elə dünya yoxdur. Meyvələrin içində olaraq bir dənə çürük meyvə olan kimi digər meyvələrə də sirayət eləyir. O çürüklük keçir onlara. Elədir, elə deyil, elədir. Elədirsə cəmiyyət də belədir. Cəmiyyət də belədir. Cəmiyyətdə bir neçə dənə çürük olsa, çürüklər artdıqca nə olur cəmiyyət? Sıradan çıxır. Baxın cəmiyyətimizə, ailə modeli sıradan çıxır. İnsanlıq modeli sıradan çıxır. Hədəf anlayışı sıradan çıxır. Hədəf anlayışı sıradan çıxır. Quran-ı Kərim deyir: "Və mə xələqtul cinnə vəl insə illə liyəbudun." Mən cinləri və insanları mənə ibadət etmək üçün yaratdım. Burada bunu izah vermişik. Çox da izah veriblər ilahiyyatçılar ki, Allah demək istəmir ki, sən mənə gəl ibadət elə. İbadət eləyə nə məqsəd daşıyır? Özünə görə ibadət elə. Yazıqsan, bədbəxt olma. Mən bilirəm sənə nə lazımdır. Sənin ibadət və mənim nə ehtiyacım var? Mən Samədəm, ehtiyacsızam. Hər şeydən ehtiyacsızam. Sənin mənə ehtiyacın var, ey bəşər. Nəticə aldıq. Cəmiyyətdə yaşayırıq. Öhdəliklərimiz var, vəzifələrimiz var, amma hüquqlarımız da var. Birinin vəzifəsi digərinin hüququdur. Digərinin hüququ mənim vəzifəmdir. Belə kompakt şəklindədir. Mozaikadır, zəncirvaridir. Amma bəzən də vəzifələrin icrasında çətinliklərlə üzləşirik. Belə deyil, Allah çətinləşdirir. Məsələ belə deyil. Bəşər özü çətinləşdirib. Bəşər özü çətinləşdirir. O dedim, çürük misalı. Çürüklərin sayı artdıqca yaşamaq çətinləşir. İnsanlığın belə deyək, sıradan çıxdığı bir cəmiyyətdə hansı insanlıq modelindən danışa bilərsən? Ailə modelinin sıradan çıxdığı cəmiyyətdə hansı ailə modelindən danışa bilərsən? Vəzifələr çətinləşir. Belə deyək, imtahanlarla üzləşirik. Amma imtahanlarla üzləşəndə də, baxın, belə deyək, bir məsələ var da, biz o imtahanlarla necə davranırıq? O imtahanlarla necə davranırıq? İmtahanlar niyə var ümumiyyətlə? Eşitmişsiniz də, dini mətnlərdə var ki, Allah sevdiyi bəndəsinə bir növ o bəlanı, imtahanı, çətinliyi göndərir. Niyə? Niyə? Çünki istəyir ki, ey bəndə, ey bəşər, səni düzəltsin, ruhu pərvaz elətdirsin. İzah vermişdik, bax bunu. Deyir ki, Adəm ki, şeytan ki Adəmə, yəni iblis ki Adəmə səcdə eləmədi, Allah təala onu niyə məhv eləmədi? Bir cavab bu idi ki, o iblisin bizim təkamülümüzdə rolu var. Aha, yəni iblis təkcə pis şey deyil ha. İblis təkcə pis şey deyil. İblisin rolu var. İblis səni vəsvəsə eləyəcək, sən öz ruhunla mücadilə eləyəcəksən, irəli gedəcəksən. Görürsən, hər situasiyada Allahın rəhmətini görmək mümkündür. Onsuz da bu dünyanın quruluşu ədalət prinsipi ilə deyil ha. Allah bizlə ədalətlə davransa, vallah biz batmışıq. Nəyi düzgün edirik? Namazımız nə qədər düzgündür? Nə qədər ixlasla namaz qılırıq? Bilmirəm. Namazımız qəbuldur ya yox? Bilmirəm. Şəxsən özümə sual verirəm. Siz də özünüzə sual verin. Namazın qəbuldur ya yox? İbadətin, itaətin, verdiyin sədəqə qəbuldur ya yox? Bilmirəm. Mən bilmirəm. Bilmirəmsə vəziyyət çətinləşir. İlahi, sənin ümidinə buraxmışam. İlahi, sən rəhmətlə davran məndən. Bismillahirrahmanirrahim.
Yəni Rəhman nədir? Belə deyək də, Allah bütün bəndələrinə Rəhmandır. Amma rəhimlidir xüsusi bəndələrinə. Onlar kimdir? Onlar ki, Allahın istədiyi kimi yaşamağa çalışırlar. Və kim də bir yerə müvəffəq olub, istər bu ariflər olsun, onlara hamısı bunu deyir. Allaha təvəkkül, Allaha ümid. Situasiyalar var, imtahanlar var və olacaq da. Üzləşəcəksən bu imtahanlarla. Əlləzi xaləqəl mufta vəl həyatə liyəblivakum əyyukum əhsanu əmələ və huvəl əzizul qəfur. Əməl baxımından hansınızın daha yaxşı olduğunu sınamaq üçün ölümü və həyatı yaradan odur, o yenilməzdir, bağışlayandır. Demir ha, pisin içindən yaxşısını seçirəm. Pisin içindən yaxşısını seçirəm. Deyir, yaxşının içindən yaxşısını seçirəm. Oyundur. Həyat oyundur. Dünya həyatı oyundur. Bazara getmirsən, meyvə alırsan. Çalışırsan ki, çürük meyvə almayasan, yaxşı meyvə alasan. Gəlirsən evə, yuyursan, təmizləyirsən o meyvələri, ən yaxşılarını da əliyirsən, yəni seçirsən, qoyursan qonağın qarşısına. Dünya da belədir. Əlləzi xaləqəl mufta vəl həyatə liyəblivakum əyyukum əhsanu əmələ və huvəl əzizul qəfur. Ən yaxşısını seçir Allah. Əgər öhdəliklərimizi yerinə yetirib, Allahdan kömək istəyib, səbr etsək, inşallah ki, nicat tapacaq. İş belədir də, bu dünyanın işi belədir. Çətinliklərlə üzləşəcəksən bəşər. Bu belədir. Allahdan kömək istə, səbirli ol. Səbirli olmaq o demək deyil ki, evdə yıxılım yatım. Belə deyil. Hərəkət et. Allaha təvəkkül elə, səbr et. İnşallah ki, nicat tapacaqsan. Müvəffəq olacaqsan. Bəzən də istədiyinə çatmayacaqsan. Dünya istəklərindən söhbət gedir ha. Ola bilər ki, bir işin arxasında düşmüsən, istəyirsən ki, alınsın. Elə həbir, Allaha təvəkkül alınmadı. Niyə? Allah deyir ki, mən onu sənə xeyirli bilmirəm. Daha xeyirlisi məsləhət bilirəm. Səbirli ol. Səbirli ol. Səbirli ol. Ya eyyuhəl-ləzinə əmənu istəinu bis-səbr və-səlah, innəllaha ma'as-sabirin. Ey iman gətirənlər, səbir və namazdan kömək alın, Allah səbr edənlərlədir. Elə bilmə ki, Allah səni burax. Allah sənə şah damarından daha yaxındır. Allah səni buraxmayıb. Allah yanındadır. İnsan çalışmalıdır ki, öz böyüsün, mən böyüsün. Mən bu mənada yox ki, ego mənasında, ego demirəm. Sənin bir özün var, sənin bir ruhiyyən var. Onu böyütməlisən. Özümü islah elədim, bitdiyi məsələ bu qədər. Yox, hara bitir. Özünü islah elə ki, cəmiyyətin islahında rol oynayasan. Baxın, belə bir şey deyək. Bəzi insanlar var ki, onların ağzından çıxan bir cümlənin təsiri var. Niyə? Çünki öz dedikləri kimi yaşayır. Bəziləri də var ki, məni kimilər. Deyir, amma dediyinin də təsiri olmur. Niyə? Çünki dediyi kimi də yaşaya bilmir. Yaşaya bilmir. Bu çox önəmlidir. Birinci özünü düzəlt. Paralel şəkildə də cəmiyyətin islahında da rol oyna. Fərdi ibadətlərin qəbulluğunu hardan bilək? Hardan bilək ki, mənim etdiyim ibadət, itaət qəbuldur? Bax gör, cəmiyyət qarşısında vəzifələri necə icra edirsən? Halala, harama diqqət yetirirsən? Nə qədər diqqət yetirirsən? İnsanları aldadırsan, yoxsa yox? Yalan danışırsan insanlara öz mənfəəti üçün, yoxsa yox? Bunlara bax. Fərdi ibadətlərin konkret cavab deyək. İbadətlərin, fərdi ibadətlərin qəbulu cəmiyyət qarşısındakı ibadətlərin halına baxır. Bax gör, cəmiyyət qarşısındakı ibadətlərin nə qədərdir? Nə qədərdir? Elə yaşamalıyıq ki,
Bax, cavab budur. Elə yaşamalıyıq ki, günümüzdə də depressiyalar artıb hədsiz dərəcədə. İnsanlar bir balaca ay depressiyadayam. Elə yaşa ki, elə yaşa ki, sənin xoşbəxtliyin başqalarının səadətində olsun və yaxud da əksi, sənin səadətin başqalarının xoşbəxtliyində olsun. Görürsən, misal üçün qonşu maşın alıb. Qonşu sağlıqla qismət. Sevin, qəlbən sevin buna. Əzizim, Allah nəsib eləyir hər şeyi. O kin, küdurət, həsəd, hara qədər? Neynirsən? Ona nəsə ziyan vura bilirsən həsədündən. Bizim dildə desək paxıllığından. Yox. O paxıllıq sənin içini qaraldacaq. İşlərinə təsir göstərəcək. Halva təsir göstərəcək. Bir pillə yuxarı gəlib səni xəstələndirəcək. Eləmə belə. Eləmə. Ayə deyirəm və yekunlaşdırıram inşallah. وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَهْدُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ. İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyə əmr edən və pis əməlləri qadağan edən bir zümrə olsun. Bunlar həqiqətən nicat tapmış şəxslərdir. Həqiqətən nicat tapmış şəxslərdir. Yəni, çalışın ki, cəmiyyətdə rol oynaya biləsiniz. Nəticələr, nə nəticə aldıq bu mövzuda, birinci mövzumuzda? Bunu bildik, ey insan, sənin hədəfin var. Ey insan, sənin həm ruh tərəfin var, həm bədən tərəfin var. Ey insan, bu ilahi yolu getmək üçün Allah sənə lazımdır. Allahın göndərdiyi konsepsiyadan istifadə etməlisən. Ey insan, belə deyil ki, sən belə deyək də, cəmiyyətdən təcrid olunasan, uzaqlaşasan. Belə deyil. Sən cəmiyyətdə rol oynamalısan, cəmiyyətin inkişafı üçün rol oynamalısan, cəmiyyətin islahı üçün rol oynamalısan. Kompakt şəklində hərəkət eləməlisiniz hara? Xilqətin hədəfinə, yaradılışın hədəfinə. Belə bir nəticələr aldıq. İnşallah ki, gələn mövzuda da davam edərik. Təşəkkür edirəm, izlədiniz, dinlədiniz. Allah hər birinizdən razı olsun. İnşallah ki, bu mövzunun da təsiri üçün dua edək, təsirli olmağı üçün dinləyirik, vaxt sərf edirik. İnşallah ki, təsirli olar bu cəmiyyətimizə. Təşəkkür edirəm, var olasınız.